Deməli, belə uşaqlar, bizim bugün danışacağımız mövzu olacaq say. Diqqətlə qulaq asın, sonda bütün suallara təbii ki, cavab verəcəyik. Tərifdə nə deyir? Deyir, say, əşyanın, bu sözə xüsusilə fikir verin, əşyanın, yəni ismin, ya miqdarını bildirir, ya da sırasını bildirir. Məndən soruşsalar ən çətin mövzu hansıdır? Deyərəm, amonimlik. Deyərsin, nə var? Tut sözü bir dəfə tutmaq mənasını verir, bir dəfə meyvə mənasını verir və yaxud da digər sözlər var da, buludla bir dəfə göydəki buluddur, bir dəfə buradan söhbət getmir də. Məsələ bu deyil. Ən çox sizə problem yaradan nə idi? Şəkilçilərin amonimliyi. Məsələn, o günləri tuta bilmirdiniz ki, bu L harda isimdir, harda sifətdir, nə bilim, Q harda isim yaradıb, harda sifət yaranıb. Bu məsələlərə biz həmişə toxunuruq da. Çünki hamının, belə deyək də, diqqətdən kənarda saxladığı məsələdir. Aha. İndi bizim bu sayda da müəyyən sözlərimiz var ki, indi təzə kitablarda 3 ildən, 5 ildən sonra bunları amonim götürməyəcəklər. İndi təzə tema çıxıb ortaq sözlər. Məsələn, biz deyirik ki, çox sözü bir dəfə saydı, çox kitab, burada saydı. Çox oxuyur da, orada hərəkətlə bağlı olduğuna görə zərfdir. Biz deyirik ki, bunlar amonimdir. İndi təzə tema çıxardıblar, təzə mövzu çıxardıblar ki, bunlar amonim deyil. Bunlar ortaq sözlərdir. Və bunlar hətta müəllimlərin işə qəbul imtahanında bu suallardan istifadə olunur. Bunlar amonim götürmürlər. Amma siz məktəblisiniz də, sizin üçün bunlar amonimdir, problem deyil. Əsas sizə demək istədiyim nə idi? Baxın, məsələn, gözəl sözü necə ki, gözəl qızda sifət idi, gözəl danışır, gözəl oxuyur da, hərəkətlə bağlı olduğu üçün zərf idi. Necə ki, cəld sözü əşya ilə bağlı olanda cəld oğlan, sifət idi, cəld qaçır da zərf idi. Eyni mövzu burada da var. Bizim bəlli sayda sözlərimiz var ki, çoxdur, azdır, xeylidir, birazdır, bir qədərdir. Əşya ilə bağlı olsa, götürəcəksiniz bunu say. Hərəkətlə bağlı olsa, götürəcəksiniz zərf. Məsələn, çox kitabdakı çox saydır, amma çox oxuyursunuz, özünüzə götürməyin. Hərəkətlə bağlı olduğu üçün zərfdir. Bəs çox gözəlsiniz, sifətin qarşısında işləndiyi üçün çoxaltma dərəcəsini yaradan ədaddır. Başa düşdünüz? Bu başqa məsələ. Məsələn, xeyli, biraz. Biraz duz lazımdır. Duz isminə aiddir. Saydı. Biraz oxuyum, sonra yataram. Oxuyum. Hərəkətlə aiddir. Hərəkətə aiddir, zərfdir. Yəni, harda neçə, nə qədər sualını verdiniz, gözümüzü yumub, gözünüzü daha da yumub, onu say götürməyin. Baxın, birinci növbədə, həqiqətən bu söz əşya ilə bağlıdır. Həqiqətən əşyanın miqdarını, sırasını bildirir. Bəlkə əşya aid deyil. Başa düşdünüz? Hə. Yəni, hərəkətlə bağlı olan, hərəkətə aid olan sözləri say yox, bu miqdar bildirən sözləri, miqdar zərfi götürəcəksiniz. Başa düşdünüz? Deməli, biz sayın tərifində nə dedik? Dedik, say əşyanın ya miqdarını bildirir, ya da sırasını bildirir. Elə ona görə də biz sayı bölürük 2 yerə. Miqdar sayları bölürük bura, sıra sayları. Uşaqlar, say 3 yerə bölünmür. Mən uşaqdan soruşuram, say neçə yerə bölünür? Deyir, 3 yerə. Miqdar, müəyyən miqdar, xeyr. Say bölünür, ya miqdar say olur, ya miqdar say olur, ya sıra say olur. Miqdar sayı özü bölünür 3 yerə. Müəyyən miqdar, qeyri müəyyən miqdar və kəsir. Uşaqlar, kəsir sayı da miqdardır. Qeyri-müəyyən miqdar sayı da miqdardır. Müəyyən də miqdardır. Bilmirəm, bu nə problemdir, üzr istəyirəm, bu nə xəstəlikdir. Bizim uşaqlar miqdar sayı deyəndə ancaq bunu axtarır. Müəyyən miqdar düşünür. Bilmirəm, niyə? Məsələn, bir cümlə vermişdik sınaqların birində. Orada bir neçə kəsir sayı var idi də. Şərtdə yazmışdı ki, düzü tap. Düzgün fikir çıxmışdı ki, cümlədə istifadə olunan saylar miqdar sayıdır. Uşağın biri belə qaydır. Müəllim, səhvdir axı, kəsirdir axı. Və kəsir nədir ki? Kəsir də miqdardır da. Bizim uşaq elə bilir ki, miqdar deyəndə ancaq müəyyən miqdar axtarır. Bilmirəm niyə, amma belə düşünür hamı. İlk ağla gələn budur. Elə deyil. Yəni, sıra sayı olmayan, istənilən say miqdardır. Çünki 2 yerə bölünür də, ya o olacaq, ya bu olacaq. Hə, miqdar sayı özü bölünür, müəyyən miqdar. Bu o deməkdir ki, əşyanın dəqiq miqdarı bilinir. Məsələn, 5 kitab, 3 dəftər.
Bu arada müəyyən miqdar sayından sonra gələn isimlər, siz ingilis dilini sökürsünüz, dağıdırsınız, mən bunu bilirəm. İngilis dilində səhvimizə 5 kitablar deyirlər, nə bilim, bizdə belə deyil. Bizdə 5 kitablar desən, adamı salarlar içəri. İş düşür adama. 5 kitab deməlisən, 3 qələm deməlisən. Müəyyən miqdar sayından sonra gələn isim təkdə olur. Sonra 2 dənə müəyyən miqdar sayını yanaşı verir. 2-2, 1-1, 5-5 bunlar say deyil. Hərəkətlə bağlıdır. 5-5 gəlin, 1-1 danışın, 2-2 gəlin. Yəqin ki, haradasa növbədə olmuşsunuz da. Məsələn, içəri deyirlər 2-2 gəlin, 1-1 gəlin, 2-2 oturun. Bu rəqəmi görür uşaq 2-2. Üzr istəyirəm. Hə də yox, defis, tire ilə idi. Defislə yazılan sözdür. Tire başqa şeydir, defis başqa şeydir. Hə. Defislə yazılan sözü görür, deyir 2 rəqəmdir də, saydır. Xeyr, hərəkətlə bağlıdır. Siz tərifi əgər anlasaydınız, orada yazmır əşyanın. Yoxdur əşya burada. Sonra sayı başqa necə müəyyən miqdar sayını, yəni 1-i, 5-i, nə bilim nəyi, sizin gözünüzdə necə gizlədə bilər ki, siz onu tapa bilməzsiniz və ya çaşıb say götürəcəksiniz, amma cavab sayı çıxmayacaq. Məsələn, qeyri-müəyyən əvəzliklərin içində belə bir əvəzlik var, biri. Məsələn, biri mənə saatlı desin, o qədər olub, müəllim oturub deyir, biri mənə bir dənə jurnalı versin də, biri mənə bir dənə kitab versin də. Uşaq orada bir sözünü görür. Sözümüz nədir? Biri. Bu bir sözünü görür, deyir, hə, biri deyir də, yəni bir nəfər saydı da, xeyr, qeyri-müəyyən əvəzlikdir. Yəni kimsə mənə saatı desin. Mənə o maraqlı deyil, onu Asif deyəcək, nə bilim, Nuray deyəcək, yoxsa Həsən deyəcək. Kimsə desin, buna say deməyəsiniz. Başa düşdünüz? Bu say deyil. Hə, biri 2-yə vuranda cavab nə indir, o başqa məsələdə. Bu təsirli yolda olan saydır. Bunu başa düşdünüz? Sonra, elə birdən yapışmışkən, bircə sözü var, bircə. Bu bircədəki bir bəzi cümlələrdə say ola bilər. Mən testdən danışıram da. Sırf testdə sənin qabağına nə çıxacaq ondan danışıram. Durub nağıl danışmayım sizin üçün. Yaxşımı? Sırf testli məqamlardan deyirəm. Bir sözü elə yəni burada elə bir məqam olar, orada say olar, elə bir məqam olar, olmaz. Məsələn, birin yerinə siz bunu artıra bilirsinizsə, 2, 3, 4, 5 eləyə bilirsinizsə, bu saydır. Məsələn, deyək ki, mən xüsusən 11-lərə atmaca atırdım. Onlar hələ onu dərk eləmirlər. Yadınıza gəlir, keçən il tətilə çıxanda deyirdim, 8 ay qalıb, 8 ay qalıb, 8 ay qalıb. İndicə oktyabrda yarıya gəlib. Noyabr, biraz sizi həyəcanlandırım da. Noyabr, dekabr, yanvar, fevral, martı yaddan çıxardım. Oktyabrda papağı çevirdin, oktyabr qutaracaq 2 həftədən sonra. Nə qədər elə? Noyabr, dekabr, yanvar, fevral. 4 ay vaxtınız var. Vaxt var idi. Bu 8-ci ay idi, 9-cu ay idi, 10-cu ay idi. Bu dediklərim onlara da aiddir ya. Zaman çox sürətlə gedir. Vaxt gələcək, 1-ci ay qalacaq. Vaxt gələcək, 10-ca gün qalacaq. Vaxt da olacaq. Səhər duracaqsınız, 1-cə saat qalacaq. Ürək dəli oldu. Salmatçılıqdır. Yəni, mən həyəcanlandırmaq istəmirəm. Sizə həm mövzunu başa salmaq istəyirəm, həm də biraz məsuliyyət yükləmək istəyirəm. Necə ki, bu biri artırırsınız, 1-cə, 2-cə, 3-cə, 4-cə, deməli, bu saydır ki, artırırsınız da. Bəs müəllim, bu ca nədir? Ədatdır. Sizə kim deyir ki, ca ədatı ancaq sifətin çoxaltma dərəcəsində olur? Bu ədatdır da. O yazılı baxın, müxtəlif nitq hissələrinə qoşulur, qüvvətləndirir. Müxtəlif nitq hissəsinə müqavilə bağlamayıb ki, ancaq saya qoşulacaq. Bu, üzr istəyirəm, sifətə qoşulacaq. Saya da Neyinirsən? Tapizə da çəksin. Dəhşətdir bu şey olur. Hə, tapiyatmı özü? Hə, qulaq alsın. O əsəbdən deyir, həyəcandan ayaq gedir qabağa. Qulaq alsın. Birin yerinə 2, 3, 4, 5 belə qoya bilirsinizsə, bu bir saydır. Hə, müəllim, elə bir hal ola bilərmi ki, bunu eləyə bilməyim? Bəli, arzu ədatı var. Bircə imtahan yaxşı keçsəydi, biz 2-cə imtahan deyə bilmərik ki, düzdür. Sonra məhdudlaşdırıcı ədat var. Bircə Asif o yan bu yana baxır. Yəni, hamı mənə baxır, bircə Asif məhdudlaşdırıram. Yəni, ortada bir 10 adam varsa, ancaq o. Bircə filankəs dərsi yazıb, yəni yalnız, təkcə mənasında məhdudlaşdırıcı ədatdır. Sonra elə birin özü.
Səməd Vurğun nə deyir? Deyir, bir dön bizim Bakıya bax. Vuruqları sıra. Biz 2 dön, 3 dön, bu olmur. Burada ədatdır. Dayan 1, gör sənin başı var, dayan 2, dayan 3, olmur. Və gəlirəm keçən ilin buraxılış sualı. 9'lara düşüb, Fidan sizə düşmüşdü. Bir cümlə vermişdi, orada bir dəfə sayıdı, bir dəfə ədat idi. Bunu düz yazanlar da var idi, səhv yazanlar da var idi. Səhv yazanları bağışlamıram. Bağışlamıramsa. Niyə? Çünki sizi tanıyan gündən deyirəm ki, birinci növ təyini söz birləşməsinin arasındakı birə say deməyin. Məsələn, gözəl qız, bugün qızlar gündür, ona görə deyirəm. Gözəl qız. Burada qız isimdir, gözəl sifətdir, düzdür? Birinci növ təyini söz birləşməsidir. Ortaya bir dənə bir atıram. Gözəl bir qız. Uşaq deyir, müəllim, onu 2 eləmək olur da, gözəl 2 qız. Saydı. Qrammatika deyir ki, birinci növ təyini söz birləşməsinin arasına çətin sual, çətin bir sual deyir, müəllim, çətin 2 dənə sual da olur da. Bu məntiqlə onu götürür say. Amma siz qulağınızda sırğa eləyin. Birinci növün arasına əsas nitq hissəsi girmir. Demək o say deyil. Bir dənə ehtimal qalır ədat. Bəs müəllim, mən o rəqəmi adı dəyişirəm axı, mən niyə belə vəziyyət yaranır? Bu artıq sənin düşüncənlə bağlıdır. Təsəvvür edin, bir hekayənin adını nağılza da oxuyanda görmüsünüz də. Məsələn, qədim zamanlarda qoca bir qarı var idi. Onun balaca bir pişiyi var idi. Bizim burada məqsədimiz o qarının sayını, pişiyin sayını bildirmək deyil, onu vurğulamaqdır. Çətin bir gün keçirdi. Bizim məqsədimiz orada günün sayını bildirmək deyil, yəni o günü vurğulamaqdır. Çətin bir gün keçirdik. Başa düşdünüz? Bunu götürməyəsiniz, say götürməyəsiniz. Gözəl bir gün, çətin bir sual, qoca bir insan, qədim bir, nə bilim, saray. Oradakı birlər ədatdır və salam. Mən 2 eləyirəm, məndən 8 eləyirəm, burada o söhbət keçmir. Sonra bir sözündən müxtəlif sözlər yarana bilər. Məsələn, qulaq asın. Bir sözündən yaranır birlik. İnsanlar arasında birlik mənasında. İsimdir. Ümumiyyətlə, azlıq, çoxluq, birlik sözləri. Say deyil. Birgə zərfdir. Birləşmək feildir. Birinci say olsa da birincilik isimdir. Yaxşı. Bu məqamlara fikrin. Bu say belə çox, türklər demişsə, çox hafif alırlar. Çox adi bir şey kimi baxırlar. Saydı da. Amma dərinliyinə heç kim fikir vermir. Xüsusən 3-cü qrupa gedənlərə deyirəm bu sözü. Sana deyirəm. Hə. Bu məsələyə fikir verin. Yaxşımı? Sonra ikilik, üçlük ölçü vahidləri var. Məsələn, çox vaxt taxta, materialda zadda işlənir. 5'lik reka, 3'lük taxta. Bunu say götürürlər. Uşaqlar, sifətdir bu. Bu sifətdir. Başa düşdünüz? Sayda biraz bəxtiniz harda gətirib, demək olar ki, 3-5 şəkilçinin çıxmaq şəkildə şəkilçi yoxdur. Adamlar var, beziblər, mən şəkilçini öyrənəm bilir. Burada rahatdır. Biri cıqdır, az-azı qaşım ağrımaz, başımdakı cıqdır. Biri lıdır, çoxlu sözündədir, bir dənə sözdür. Sonra larla larca şəkilçisi var, yüzlərlə, onlarla, minlərcə, çox rahatdır. Bir dənə də sıra sayında öncədir. Əssalam. Yaxşı, bu belə testi bir haşiyə idi. Qaydırıq yenə mövzumuza. Müəyyən miqdar sayı dedik, əşyanın dəqiq miqdarını bildirir. Bunlar neçə sualına cavab verir və nümerativlə işlənə bilir. Nədir nümerativ? Sizin sayla isim arasında işlətdiyiniz o ədəd, nəfər, cüt, dənə, dəstə, bunlar nümerativlərdir. Nümerativlər 2 dəfə 2 yerə bölünür. Birinci bölgü. Sırf nümerativ kimi işlənənlər, bir də isimdir, amma nümerativ mövqeyindədir. Məsələn, isim olub nümerativ mövqeyində olan nə var? Məsələn, tutalım ki, yeşik. Yeşik sözü isimdir, amma sən deyirsən bir yeşik alma. Bu isimdir, nümerativ mövqeyindədir. Ay, sol. Məsələn, tutalım deyirəm ki, qutu. Qutu isimdir, amma bir qutu, dərman, bir qutu, qələm. Başa düşdünüz? Bunlar isimdir, amma nümerativ mövqeyində işlənir. Bir də testlərdə belə bir şərt düşür. Kəmiyyət fərqi yaradan nümerativ. Kəmiyyət fərqi nədir? Say fərqi. Bax, bir qoyunla nəticədə neçə qoyun var ortada? Bir dənə. İndi bura bir sürü ədəd yazsaq yenə həmin şeydir. Düzdür? İndi təsəvvür edin ki, siz qoyun alveri ilə məşğulsuz. Bir dənə qazeliniz var. Həmin qazelə yükləmişsiniz bir 8 dənə qoyun. Aparırsınız toya. Kabab gedəcək, tikə, antrikot, nə. Zən vurur, narahat olmayın, bir maşın qoyun gətirirəm sənsin.
İndi bura saldığımız maşın sözü var ha. Maşın sözü. Numerativ söz mövqeyindədir də bu dəqiqə. Kəmiyyət fərqi yaradır, yaradır. Bir qoyun bir dənə idi, maşın hər halda ondan çoxdur da, düzdür? Eyni şəkildə, hə. Və yaxud da deyirəm ki, bir qələm hara, bir ədəd qələm yenə həmin şeydir. Amma bir qutu qələm nədirsə birdən çoxdur. Bir cüt qələm nədirsə birdən çoxdur, 2 dənədir. Sonra, hə, bax bu söz kəmiyyət fərqi yaradıb. Çünki bunu çıxsan say bir dənədir. Yazsan nədirsə birdən çoxdur, düzdür? Bax bir gül nə qədərdir? Bir dənə. Tutam ora ədəd yazsam, bir ədəd gül, yenə nə qədərdir? Bir dənə. Amma bir dəstə gül nədirsə birdən çoxdur da. İndi cəmaət bir dənə gülü qucaqlayıb gəlib deməz də mən sənə bir dəstə gül. Bizim məqsədimiz nədir? Bu ortada işlənən numerativlərin bəziləri o cümlədə olsa da, olmasa da ümumi saya təsir göstərmir. Bir tutalım ki, adam, bir nəfər adam yenə bir dənədir. Amma bir maşın adam yenə say götürür. yox, say yerindədir. Bizim ortada işlənən numerativləndəki ki, problemimiz bu kəmiyyət fərqi, yəni say fərqi yaradır yoxsa yox. Bir ət, bir tikə ət. Bir dənədir. Amma bir qazan ət nədirsə birdən çoxdur da. Yeməklə, pulla yaxşı başa düşürsünüz. Ona görə bu nümunələrə üstünlük verir. Nəzərə alsaq ki, ABD az qalıb, yeməklə daha yaxşı başa düşürsünüz. Hə, bunu başa düşdünüz. Sonra müəyyən miqdar sayı ilə bağlı başqa bir şey düşünürəm qalmadı. Sonra bu arada quruluşsa sadə olur, düzəltmə olmur və bir də mürəkkəb olur. 5 sadədir, 75 mürəkkəbdir. Qeyri-müəyyən miqdar sayı sadə də olur, düzəltmə də olur, mürəkkəb də olur. Bax, getdik, çox sadədir. Bayaq dedimi, cıqdır, larladır, çoxludur. Bunlar düzəltmədir, bir sıra, bir çoxdur. Bunlar da cəmdədir, bir qədər, bir az. Bunlar da mürəkkəbdir üz üstə. Hə. Sonra qeyri-müəyyən miqdar sayıların içində bir dənə muxtar vilayət var. Bu muxtar vilayətə deyirlər təqribi təxmini sayılar. Bunlar da saydı, bunlar da qeyri-müəyyəndir. Amma digər çoxdan, azdan, xeylidən, birazdan, bir qədər bu tipli qeyri-müəyyənlərdən iki şeyinə görə fərqlənir. Bir, bu iki fərqləndiyi şeyə görə bir balaca müəyyənə oxşuyur. Fərq odur ki, neçə sualına da cavab verir. Məsələn, sən çox qələmdə demirsən neçə qələm, deyirsən nə qədər qələm. Amma 5-6 qələm deyirsən neçə qələm. Düzdür? Bir budur. Bir də sən deyə bilməzsən çox ədəd qələm, az nəfər adam. Amma sən deyə bilərsən 100-150 nəfər adam, 10-15 ədəd qələm. Deməli, qeyri-müəyyən miqdar sayı əşyanın miqdarını dəqiq bildirmir. Onların içində bir təqribi təxminlər var. Digər qeyri-müəyyənlərdən fərqli olaraq heç olmasa belə, təqribi də olsa bilmək olur da. Bir var, deyirəm, mənim evimə çox qonaq gələcək, bir də deyirsən ki, 100-150 nəfər gələcək. Bu çoxla müqayisədə, bu 100-150-də heç olmasa bilirsən ki, azı 100-dür, çoxu 150-dir. Düzdür? Bu biraz təqribi, adı üstündədir də, təqribi təxmin. Yox, az adam da qeyri-müəyyəndir, 100-150 də qeyri-müəyyəndir. Sadəcə müqayisə eləyəndə 100-150-nin heç olmasa aşağı-yuxarı intervalını bildiyin üçün bu qeyri-müəyyəndir. Hər ikisi qeyri-müəyyəndir. Sadəcə bu təqribi bildiyin üçün buna deyirsən təqribi təxmini say. Təqribi təxmini də qeyri-müəyyəndir. İndi sualını ver. İndi bu az adam, bir də 150-200 nəfər. Hə. Bunu iki varianta sala bilər. Hansını deyirlər ki, qeyri-müəyyən? Onda onu gərək rəqəmlə versin 1, 2, 3, 4, sən 1, 2 götürəsən. İkisi də çünki qeyri-müəyyəndir. Bir vəndə onda sual səhvdir. Başa düşdün necə? Hə. Desə hansı təqribi təxmini saydı? O başqa məsələdir. Sən 100-150-ni götürəcəksən. Çünki o birisinin nə təqribi? Çoxun təqribini tutmaq olmur axı. Başa düşdün? Hə. Sonra kəsr sayıları. Kəsr sayıları yalnız mürəkkəb olur, sadə ola bilmir, düzəltmə ola bilmir, mürəkkəb ola bilmir. Fikriniz burada olsun uşaqlar. Hə, qulaq asın. Niyə sadə ola bilmir? Çünki niyə yalnız mürəkkəb olur? Çünki sən deyirsən ki, 5-də 1, 8-də 1, 3 tam onda nə bilim neçə, indi kəsr riyaziyyatı məndən yaxşı bilərsiniz. Biz orada ən azı 2-3 sözə ehtiyac duyuruq da. 5, tam, onda 4, 3-də 1. Bu arada yerlik hal şəkilçisindən istifadə olunur. 5-də, 3-də hal şəkilçisi var, ismi yerlik halı, oradan istifadə olunur. Bu arada bir dənə söz deyim. Kəsr sayılar əşyanın dəqiq miqdarını bildirmir. Bildirmir. Nə deməkdir? Tutalım 2-də 1.
Məsələn, tutalım ki, dəqiq miqdarını bildirmir. Tutalım ki, sən çörək alırsan, dönər çörəyi, onun 2/1 bu qədərdir. Asif alır təndir çörəyi, limuzin. Bu uzunluqda. Onun 2/1 sən bayaqki çörəyin bütövindən 2 dəfə çoxdur. İndi biz ona görə deyirəm də, bax, deyirəm ki, mən maaşımın 2/1-ni bağışladım, deyək ki, fonda. Mən alıram məsələn 400 manat, onun 2/1 nə qədər eləyir? 200 manat. Mən 200 manat verdim. Asif qazanır aya 1 milyon. Onun 2/1 olur 500 min. İndi bu da 2/1'dir, o da 2/1'dir. Başa düşdünüz? Yəni 2/1 deyəndə nəyin 2/1 idi? Siz tort alırsınız, tutam ki, bu boyda tortun 2/1 bu qədərdir. Bu boyda tortun 2/1 tam fərqlidir də, bilinmir. Başa düşdünüz necə? Ona görə deyirsiniz ki, kəsr sayılar əşyanın dəqiq miqdarını bildirmir. 5/1 nəyin 5/1-i? Hansı rəqəmin 5/1-i? Yoxdur ortada. Başa düşdünüz? Əsəbləşmə qız. Hə, bunu bildik. Burada bir problem yoxdur. Bax, bu sizə lazım olacaq. Getdik, yazırıq. Bir sıra, bir çox. Bu saylardan sonra gələn isim hökmən cəm şəkilçili olmalıdır. Sən əgər deyirsənsə ki, bir sıra problem, bir çox məsələ, səhv deyirsən. Səhv də yazırsan. İstisna, bu ikisində istisna yoxdur. Bir sıra problemlər olmalıdır. Bir çox məsələlər olmalıdır. Həmişə bir sıra bir çoxdan sonra gələn isim cəmdə olmalı. İstisnasız. İsim deyəndə hədə isim gələr də, başqa nə gələr? İsimləşmiş söz də olsa yenə cəm olmalıdır. Bu normalda ismə aid deyil. Say ismə aid olur da. Onun aid olduğu şey cəmdə olmalıdır. Yaxşı. Sonra 5 dənə sözdür. Ondan sonra tək də düzdür, cəm də düzdür. Hansılardır? Çox. Sonra elə bu çoxla da davam edirik. Çoxlu. Sonra larla şəkilçi ilə düzələnlər. Larla. Niyə sözü yazmıram? Çünki ora minlərlə də yaza bilər, yüzlərlə də yaza bilər. Rəqəmi dəyişə bilər deyənə mən bir söz yazmıram. Mən yazaram burada onlarla, sənin qabağına çıxar yüzlərlə deyəsən müəllim yazmamışdı. Yəni bu rəqəm dəyişə bilər də. Bu arada bu leksikdir. Minlərlə, sonra yüzlərcə, larca da yəni. Bu da leksikdir. Bir də ıncı. Sıra sayının şəkilçisi. Bunlardan sonra gələn isim təkdə düzdür, cəm də düzdür. Çox adam da düzdür, adamlar da düzdür. Çoxlu adam da düzdür, adamlar da düzdür. 5-ci sinifdə düzdür. Siniflər də düzdür. Niyə? Məsələn, bizim məktəbdə bir dənə 5-ci sinif var. Monitoring imtahanı olur, məsələn, 4-cü sinifə. Belki bizim məktəbin direktoru deyir ki, 4-cü sinif imtahana gedir. Amma elə məktəb var, orada 5 dənə 4-cü sinif var. O nə deyir? 4-cü siniflər, çünki bir dənə deyil axı, imtahana gedir. Başa düşdünüz? Bu belə. Bundan başqa nə var? Hamısı təkdir. Deməli, siz 7 şeyi əzbərləyirsiniz. Bir sıra bir çoxdan sonra həmişə cəmdir. Bu 5 dənədən sonra tək də düzdür, cəm də düzdür. Qalan nə var? Hamısı təkdir. Məsələn, biraz kitablar səhvdir. Çünki birazdan sonra tək gəlməlidir. Hardan bilirik? Bu 5 dənəni və bir sıra bir çoxu biləndən sonra qalan hər şey gün kimi aydınladır. Başa düşdünüz? Gəlirəm sıra sayına. Sıra sayı əşyanın sıra nömrəsini bildirir. Sadə ola bilməz. Niyə? Çünki şəkilçisi ıncıdır və ıncı şəkilçisi də leksik şəkilçisidir. Olur düzəltmə 5-ci və mürəkkəb olur. Bunu hamı diqqətdən qaçırır. 11-ci. Ay sağ ol. Ən azından məsələn təvəllüd. Təvəllüdü neçədir? 2010-cu il. Sən bu sıra sayıda, düzdür? Bunu sözlə yazsa 2010-cu 3 dənə söz var ortada. Mənim təvəllüdüm vəbşən biabırçılıqdır. 1996 5 dənə. Hə, birazdan başlayırıq. Səbirli ol. Qulaq as, sən də buna qulaq as. Hə. Bu 4 dənə 5 dənə sözlə düzəltmə olmaz axı. Uşaq nə edir? Deyir müəllim 11-cidə ıncı var. Bə o nədir? Axı biz belə bir sifətdə keçdik axı. Məsələn, açıq fikirli. Açıdan açıq düzəltmədir, fikirdən fikirli düzəltmədir. Yəni düzəltmə söz mürəkkəb sözün içində ola bilər. Nədir? O günləri kimdə görmüşdüm ay Allah? İstiotlamaq sözünü düzəltmə götürmüşdü. Deyir orada la var. İstiot. Siz də bilən belə götürəcəydiniz. İstiot deyir.
İstiotlamaq da yeməyi istiotlayırsan ha. Deyə düzəltmədir. Deyirəm, niyə deyir orada la var? Və istiot hara getdi? 2 dənə sözdür. Deməli, mürəkkəbdir də. Eyni məntiq burada da işləyir. 11-cidə nə olsun öncü var? Və 10 hanı? Bu birinci düzəltmə. Onda var axı. Ona görə bunlar mürəkkəbdir. Sonra sıra sayı ilə bağlı başqa bir məsələ. Ümid edirəm siz belə bir savadsızlıq eləməzsiniz. Sıra sayından sonra C, C, M, C belə şeylər artırmazsınız da o qədər biabırçılıq olmaz. Bunu eləyən gərək ərizəsini yazılsın Qovaza məktəbdən. Hə, jurnal üzünə ən azı baxmısınız da. X, C yazmırlar. Niyə yazmırlar? Çünki sən buna 5 deyirsənsə sabahdan gəlmə dərsə. Çünki bunu 5-ci kimi oxumalısan. Başa düşdünüz? Bir dəfə mən bu söhbəti eləmişəm. Oğlanlar məhəllədə futbol oynayır, deyir mənə pas ötür. Pas ingilis dilində elə ötür deməkdir də. Bu bir dəfə deyir Azərbaycan dilində ötür, bir dəfə deyir ingilis dilində ötür. Elə bil deyir ötür. İndi burada da C var da onsuz da bunun deyilişində. Sən buna bir dənə də C demək elə bir ki deyirsən ki 5-ci C. Belə çıxır da. Sonra ingilis dilində deyirsən show göstərmək deməkdir. Müğənni çıxır efirə deyir mən show göstərəcəm. Göstərmək. Eyni şeydir də bunun yanaşı niyə işlədirsən? Sonra birdən sonra rəqəmlər dəyişə bilər. Nöqtə qoymaq bu da birinci deməkdir. Yarım möntərizə qoymaq bu da birinci deməkdir. Deməli sən ikisini də qoysan həmin şeyə gəlib çıxır da birincici. Bu orfoqrafik səhvdir. Ya nöqtə qoy, ya yarım möntərizə qoy. Müəllim, niyə yarım möntərizə deyirsiniz? Çünki möntərizə qoşa işlənən durğu işarəsində açılır, sonra bağlanır. Sən bunun 50%-dən istifadə edirsən, açmamısan, bağlayırsan. Ona görə bu olur yarım möntərizə. Başa düşdün? Sonra sıra sayıları daha çox isimləşir, amma digər sayılar da isimləşə bilər. Məsələn, İsmail deyir ki, mən riyaziyyatdan 5 aldım. 5 almayıb, baxı, 5 qiymətini alıb, 5 rəqəmini alıb. Ay sol. Amma ən çox isimləşir sıra sayıları. 5-cilər, 1-cilər, 2-cilər. Sonra sıra sayı sifətin sualına cavab verir. 3-cü sinif hansı sinif? 4-cü sinif hansı sinif? Hansı sualına da cavab verə bilir. Sonra bir dənə yadımıza salaq görək sayda bizim deməyimiz nə qaldı? Hə, bir dənə şey deyim, o yadından çıxmışdı. Deməli, sınavların birində bir dənə qəşəng sual düşüb, yığışdırmayın hələ. Deyir, hansı cümlədə rəqəmlə yazılmış sözü, sözlə yazsaq, rəqəmlə yazıb, bunu sözlə yazsaq, cümlədə qrammatik şəkilçi artımı olar. Məsələn, tutalım ki, Rəşid toy eləyir. Allah qismət eləsin. Bizə dəvətnamə yazır. Hörmətli Ramil müəllim, sizi yanvarın 17-də, belə yazırlar da, düzdür? Sizi məsələn, Su Səsi Şadlıq Sarayında dəvət edirik. Masa 17, stol nə bilim nə. İndi bu yazıb 17-də. Biz bunu sözlə yazsaq olacaq 17-sində. Burada bir mənsubiyyət şəkilçisi yoxdur. Ki, rəqəmdə bir yazılmır da, düzdür. Biz onu sözlə yazsaq cümlədə qrammatik şəkilçinin sayı artım olacaq. Başa düşdünüz? Sonra rəqəmlə yazanda yəqin ki, birdən sonra öncə yazmazsınız, birinci yazarsınız da bu potensial sizdə yəni var. Yəni bunu eləyərsiniz. Sonra sayda belə mənim başqa bir qeyri-adi bir şey ağlıma gəlmir. Belə kimisə nəsə sual yadına gəlirsə desin. Hə, açıq. Var belə bir şey. Rum rəqəmlərindən danışdıq. Sonra ərəb rəqəmləri bunlar rahatdır. Sonra müəyyəndən, qeyri-müəyyəndən danışdıq. Numerativdən danışdıq. Kəsirdən. Danışıq zamanında baş sözü ailə üzvləri üçün işlənməkdə leksik norma qoyulur. Hə. Deməli, bizim insanlarımız, indi onu deyəcək, baş ya soğansın olur, ya bütöv sarımsaq üçün olur, üzr istəyirəm, ya da malqara üçün olur. 5 baş inək, 2 baş sarımsağın giləsi dişdi, bütövü başdır, soğana deyirlər, 2 baş soğan doğradı. Amma bizim qınamıram, ya savadsızlıqdandır, ya nədənsə, biraz lağ mənasında demirəm, amma bəzən görürsünüz televiziyalarda zadda, məsələn, sən jurnalistsən, gelirsən bir kənddə dağın başında, bir kasıb bir ailənin evində, məsələn, ev dağılır, yardım istəyir ailə. Mikrofonu uzadırsan, deyir, biz 3 baş ailəyik, siz danasınız. Baş ya olur qaramal heyvan, 2 baş inək,
Ya olur soğanın bütövü, ya da olur sarımsağın bütövü. Giləsi ücü dişdir. Leksik norma nədir? Keçəcəksiniz. Biz sözü yerində işlətmiriksə, əslində adi danışıqda mövzudan kənara çıxıram. Biz leksik normanı bilirsiniz nə qədər pozuruq. Məsələn, Asif girir evə deyir, ana mənə xörək tök. Xörəyi tökmürlər, xörəyi çəkirlər. Çayı süzürlər, çay tök. Nə tökə? Süz. Toyuq dən yeyir, toyuq dəni yemir, dənləyir. Başa düşdünüz? Bu sözlər yerində düzgün işlənmədiyi üçün leksik norma pozulur. Sonra ən eşitdiyim və heç kimin fikir vermədiyi məsələ. Gedir şəkil çıxartma, deyir, arxa fon qırmızı olsun. Fon qabaqda olmur, fon onsuz da həmişə arxada olur. Fon arxa görüntüdür. Buna deyirlər yersiz təkrar. Yəni o arxa sözünə ehtiyac yoxdur. Bunun qabağı da olsaydı, arxası da olsaydı, sağı da olsaydı, solu da olsaydı, sən deyərdin ki, yox, sağ-solu istəmirəm. Arxa fon. Bu arxa fon bir dənə yerdə olur. Arxa tərəfdə. Vəssalam. Başa düşdün? Leksik norma söz düzgün yerində işlənmədiyi üçün o pozulur. Belə olur, belə nümerativlər olur. Bəzən düzgün işlətmir insanlar. Bir dəstə adam, yox, necə deyir? Bir ədəd məsələn adam, məsələn də düzgün deyil də. Nəfər olar da. Başa düşdün? Sual var, başqa. Nə varsa deyin. Yoxsa onda heç bir şey. Yekunlaşdırıq. Sayın testlərini işləyəcəksiniz, sizə verdiyim kopyanı işləyəcəksiniz. Bir də sınağı.